Yay fəslinin ən sevimli, bəlkə də ən çox göz ardı edilən incilərindən biri ağ tut. Bu zərif, ləzzətli gilə meyvə təkcə dadı ilə deyil, içində gizlətdiyi saysız hesabsız faydalarla da sizi heyran edəcək. Ağ tut əsl dietik məhsuldur. Çünki o müxtəlif vitaminlər, minerallar, bioloji aktiv maddələr, pektinlər və təbii şəkərlərlə zəngindir. Görəsən, bu kiçik, ləzzətli ağ tutun sağlamlığımız üçün hansı inanılmaz sirləri var? Ürəkdən beyinə, sümüklərdən qaraciyərə qədər bədənimizə hansı möcüzəvi təsirlər bəxş etdiyini bilmək istəyirsinizsə, videonu sona qədər izləyin. Bu faydaları öyrənməyə davam etməzdən əvvəl, bu cür maraqlı məlumatların davamını qaçırmamaq üçün videonu bəyənərək və kanalımıza abunə olaraq bizə dəstək olun. Ağ tut ürək-damar sisteminin dostudur. Tərkibindəki antioksidantlar və kalium sayəsində ürək əzələsini gücləndirir, damarların elastikliyini artırır. Bu da ateroskleroz, yəni damar sərtləşməsi riskini azaldır və ürək xəstəliklərinin profilaktikasında mühüm rol oynayır. Tərkibindəki kalium qan təzyiqini tənzimləməkdə də əvəzsizdir. Ağ tut tənəffüs yollarında yaranan iltihabları azaltmaqda və bəlğəmi yumşaldıb çıxartmaqda təsirli bir köməkçidir. Bu xüsusiyyəti onu soyuq dəymə və digər tənəffüs yolu xəstəliklər zamanı faydalı edir. Güclü sidiqozu təsirə malik olan ağ tut bədəndən artıq mayenin çıxarılmasına kömək edir. Bu, həm təzyiqi tənzimləməyə, həm də müxtəlif səbəblərdən yaranan ödemləri, yəni şişkinlikləri azaltmağa kömək edir. Onun bu xüsusiyyəti xüsusilə böyrəkləri yükləmədən bədənin təmizlənməsinə dəstək olur. Əqli fəaliyyətlə məşğul olan insanlar üçün ağ tut əsl qida mənbəyidir. Fosfor və təbii qlukoza ilə zəngin olması sayəsində beynin fəaliyyətini xeyli yaxşılaşdırır, yaddaşı və diqqəti artırır. Beləliklə o, əqli fəaliyyət zamanı enerji səviyyəsini yüksək tutmağa kömək edir. Stresli həyat tərzində ağ tut sinir sisteminiz üçün əsl sığınacaq ola bilər. O, sinir sisteminə müsbət təsir edir, stresi azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır. Tərkibindəki bəzi B qrupu vitaminləri və maqnezium sinir funksiyalarının normal işləməsinə kömək edir. Bununla da daxili sakitliyi təmin edir. Güclü və sağlam sümüklər üçün kalsium və fosfor əvəz olunmazdır. Ağ tut bu iki mühüm mineralı bol miqdarda ehtiva edir. Bu da onu sümüklərin möhkəmlənməsi, osteoporozun profilaktikası və ümumiyyətlə skelet sisteminin sağlamlığı üçün dəyərli bir meyvədir. Ağ tut qaraciyərin sağlamlığı üçün xüsusilə faydalıdır. Tərkibindəki antioksidantlar və təmizləyici maddələr sayəsində qaraciyərin toksinlərdən azad olunmasına və daha effektiv işləməsinə kömək edir, onun funksiyalarını dəstəkləyir. Gördüyünüz kimi, bu sadə və ləzzətli meyvə saysız hesabsız faydaları özündə birləşdirir. Ağ tut yalnız bir yay gilə meyvəsi deyil, həm də bütün il boyu sağlamlığımız üçün əla bir dəstəkdir. Onu qurudulmuş formada da qışda çərəz kimi istifadə etmək olar. Təbiətdəki bu nadir hədiyyədən faydalanaraq sağlamlığınızın qeydinə qalın. Beləcə, ağ tutun möcüzəvi dünyasına səyahətimizin sonuna gəldik. Ümid edirəm ki, bu video sizin üçün yeni və faydalı məlumatlarla dolu oldu. Əgər video xoşunuza gəldisə bəyənməyi, kanalımıza abunə olmağı və gələcək şəfa sirlərindən ilk siz xəbər tutmaq üçün bildiriş zəngini aktivləşdirməyi unutmayın. Sağlıqla qalın, sağlam qalın.